Xırdalan şəhərinin mərkəzində yeni inşa olunmuş McDonald's binasının tam olaraq yaxınlığında. Bu ərazi tam mərkəzdir dəyərli izləyicilər. Bütün yaşayış obyektlərinə, dövlət müəssisələrinə yaxın bir ərazidir. Yeni və təzə və köhnə bazarın tam yaxınlığında 5 mərtəbəli binanın köhnə tikili, yəni 5 mərtəbəli binanın 5-ci mərtəbəsində qanuni 2 otaqlı, kubçalı, əla təmirli mənzil təqdim edirəm sizlərə. Mənzilimizin bu günə görə 1 manat belə xərci yoxdur. Yəni al, köç, rahatlıqla yaşa. 5-ci mərtəbə olmağına baxmayaraq üstü betondur, təbii ki, bilirsiniz. Bu binaların hər birinin damı var, krişası var, yeni krişa bağlanılıb, yəni tam olaraq ideal şəkildədir. Bir daha qeyd edirəm, Xırdalan şəhərinin tam mərkəzi. Buradan, yəni bu ərazidən Heydər Əliyev parkına ayaqla 5 dəqiqəlik məsafədədir. 2 və 9 saylı məktəblərin tam yaxınlığındadır və yeni inşa olunmuş KFC və McDonald's binasının tam olaraq yanında yerləşir. Binanın geniş həyət hissəsi var, abad həyət layihəsindədir, yəni təmir olunub. Evimizin dəhliz hissədir, əsas giriş qapısıdır. Binamız daş binadır, keyfiyyətli binadır. Bir daha qeyd edirəm, köhnə tikili olmağına baxmayaraq bütün həyət abad həyət layihəsi ilə yenilənib. Binanın damı dəyişilib. Burada belə bir gözəl genişlikdə yataq otağı. Tam olaraq qanuni 2 otaqdır. Vallahi billahi bugünkü gündə yeni tikilidə bu qiymətdə heç bir otaq yoxdur. Mərkəzi yolun tam kənarıdır. İdeal bir ərazidir. Keçirik mənzilin digər hissələrinə. Burada sanuzel qovşaqları ayrı-ayrılıqdadır. Sanuzelimizdir. Mənzildə hal-hazırda mülkiyyətçi yaşayır. Qeyd etdiyim kimi 1 manat belə xərcə ehtiyacı yoxdur. Burada hamam otağıdır. Keçirik mətbəximizə görürsünüz. Mətbəx də geniş şəkildədir. Mətbəx mebeli quraşdırılıb səliqəli şəkildə. Rahatlıqla stol-stul qoyub otura bilirsiniz mətbəxdə. Yerləşmə yeri, ərazisi çox gözəl bir ərazidir. Dəyərli izləyicilər, evimizin satış qiyməti elanın aşağı hissəsində, açıqlama bölməsində qeyd olunub. Yəni, satış qiymətini, əlaqə nömrələrimizi siz oradan görürsünüz. Buyurun, əlaqə saxlayın, gəlin, baxın, sizin olsun. Bu günə bu qədər. Növbəti çəkilişlərdə görüşənədək.